Bugün 13 Mart Dünya Börək Günüdür. Bugünlə əlaqədar olaraq sizə börək xəstəliklərinə ən çox rast gələnlərdən biri olan börək kissaları haqqında məlumat vermək istəyirəm. Börək kissaları anadan gəlmə və sonra qazanmış ola bilər. Bizə poliklinikada ən çox rast gələn, biz qarşılaşdığımız xəstələr sonradan qazanılmış börək kissalarıdır. Bu xəstələr ümumiyyətlə çox vaxt heç bir şikayət olmadan çəkilən UZI, kompüter tomoqrafiya sırasında bu xəstələr börək kissası diaqnozu qoyulur və tərəfimizə müraciət edirlər. 40 yaşından sonra insanların %40%-ində görülən bir şeydir. Börək kissalarında ən çox önəmli olan onların ölçüsü, tərkibi, quruluşu, forması, bunlara nəzarət etmək lazımdır. Çoxsu ömür boyu insanlarda bu börək kissalarının çoxsunda müalicəyə ehtiyac olmur. Hansı ki qanama verir, börək kissaları, ölçüsü böyüyərək qonşu orqanlara təzyiq göstərərək ağrı verir və yaxud yüksək təzyiq yaradır. Bu börək kissalarını cərrahi yolla əməliyyat eləmək lazımdır. Müasir tibbdə yeni texnologiya olan laparoskopik cərrahiyyə ilə biz bu börək kissalarını müalicə edirik. Laparoskopik əməliyyatın açıq əməliyyatdan ən əsas fərqi börək kissaları üçün 3 ədəd yarım santimlik deşikdən qapalı yolla börək hissası divarı ilə bir yerdə xaric olunur və xəstə əməliyyatdan sonraki normal həyatına 1-2 gün ərzində dönə bilir. Ağrı daha az olur. Əgər sizə börək kissası diaqnozu qoyulubsa, mütləq bir nefroloq və yaxud bir uroloqa müraciət eləyin. Börək kissalarının bir hissəsi gələcəkdə bədxassələşməyə meyilli olduğu üçün onlar vaxtaşırı UZI, kompüter tomoqrafiya ilə kontrol altında qalmalıdır.